haram tikə balalarına qədər təsirini göstərəcək. Üzr istəyirəm bu sözə görə. Nütfəyə təsir göstərər, oradan da balaya, övlada. Bu qədər təsiri var. Axı deyirsiniz, axı uşaq neynəsin? Dünya təsir dünyasıdır. Belə dünya belədir də, dünya təsir dünyasıdır. Belə olmalıdır. Hə, o uşaq o təsirin əsiri deyil. Mütləq belə yaşamağa məhkum deyil. Vəziyyəti dəyişə bilər. Vəziyyəti 180 dərəcə dəyişə bilər. Ala bilər vəziyyəti hələ. Belə uşaqlara da Allahın köməyi çox olacaq. Lütfü çox olacaq. Bu da bir dənə mesaj, müjdə. Bu çalışır axı, özü ilə mübarizə aparır. Xəsisdir, xəsisliklə mübarizə aparır. Həsədi var, həsədiylə mübarizə aparır. Kini var, keçib axı genetikadan. Tikə haram tikə, atadan, anadan keçib balaya təsirini qoyub, etiqadına, əxlaqi xüsusiyyətlərinə, keyfiyyət, əxlaqi keyfiyyət, hamısa təsir qoyub, amma əsir deyil, məhkum deyil, değişilə bilərsən övlad. Bizim ən çox böyük yanlışlarımızdan biri budur. Bir nəfər tapırıq, zaman da ola bilər o bir nəfər, məkan da ola bilər, ata da ola bilər, dost da ola bilər. Deyib buna görə bədbəxt olduq. Bir dənə bir yer təyin edirik. Sonra deyib buna görə, saxla Allah səni köməsin buna görə. Fironun evindən Asiya çıxıb. Bütpərəstlərin içindən İbrahim Xəlilullah çıxıb. Necə yeb belə buna görə? O var. Amma bu da var. Çalışsın, əzm və səy göstərsən, inşallah nəticə görəcəksən.